Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün, yəni dünən keçirilən, 3 mayda keçirilən sertifikasiya suallarının izahına baxacağıq. Bilirik ki, dünənləri də sertifikasiya imtahanları təşkil olmuşdu Naxçıvan müəllimlərinə. Və buradan yüksək nəticə göstərən hər bir müəllimi təbrik edirəm. Eyni zamanda digər istər öz müəllimlərim, istərsə digər müəllimlərin hər birini qazandığı uğura görə təbrik edirəm. Eyni zamanda onlara fəaliyyətlərində uğurlar arzulayıram. İndi isə gəlin sualların izahına baxaq. Suallardan əlimizdə 6 sual var yenə dünənki kimi. Lakin orada effektiv rəylə də bağlı sual var idi, qiymətləndirmə ilə də bağlı sual var idi. Sadəcə həmin suallar tam şəkildə variantla bir yerdə xatırlanmadığı üçün sadəcə biz dəqiq xatırlanan sualların izahına baxırıq. Gəlin başlayaq birinci sualdan. Əslində çox sadə suallardır. Yəni bu il düşən suallar o qədər də çətin suallar deyil. Birinci bizə deyir ki, sinifin en və uzunluğunu ölçüb sahəsini hesablayın və bizə deyir ki, tapşırıq hansı inteqrasiyaya əsaslanır? Biz bilirik ki, burada enini, uzunluğunu ölçmək və hesablamaq lazımdır. Burada riyaziyyatın məzmun xəttləri bizim köməyimizə çatır ki, ölçmək və ədədlər və əməllər hesablama ilə bağlı olandır. Və buna görə də biz görürük ki, burada başqa heç bir inteqrasiyamız yoxdur. Heç bir fənnimiz, əlavə fənnimiz yoxdur. Və həyatla da əlaqələndirilməyib. Eyni fəndin daxilində əlaqələndirmə olduğu üçün məzmun xəttləri arasında əlaqədir. Bu fənn daxili inteqrasiya olur. İkinci sualımız sinif gözlənti qayda ilə bağlıdır. Bizə deyir ki, verilənlərdən biri sinifin idarə edilməsi strategiyalarına aid deyil. Biz bilirik ki, sinifin idarə edilməsi strategiyaları yəni şagirdin davranışlarının idarə olunması ilə bağlı bir sıra effektiv üsullarımız var. Gözləntidir, qaydadır, prosedurdur, sağlam psixoloji mühitdir, müəllim və valideyn, müəllim şagird arasında olan münasibətin müsbət tam olmasıdır. Bunları əsas nəzərdə saxlayırıq və bizə dedir aid deyil. Adıdır ki, gözləntilərin qoyulması. Bu bilirik ki, var. Gözləntini müəllim ilk gündən istədiyi qədər qoya bilər. B-dədir ki, sinif qaydaları. Bilirik 3-5 dənə sinif qaydası qoyulur. Şagirdlərlə bir yerdə tərtib olunur. Prosedur isə işin ardıcıllığını özündə ehtiva edir. Bu da var. Məsələn, deyirik şagird dərsə gecikəndə hansı proseduru yerinə yetirməlidir. Sual vermək istəyəndə hansı proseduru yerinə yetirməlidir və sağlam psixoloji mühitin də qurulması bilirik ki, yenə də müsbət ab-havanın yaradılmasıdır. Amma Y variantını bizə deyir, təlim nəticələrinin elan edilməsi. Bu, dərsin effektiv aparılmasıdır ki, davranışla bağlı, sinif idarə edilməsinə bağlı yox, dərsin effektiv qurulması üçün bizə lazımdır. Biz bilirdik ki, motivasiya mərhələsini, yəni bir müəllim sinifə girdikdən sonra təlim nəticələrini, qiymətləndirmə meyarlarını mütləq şagirdlərə elan etməlidir, motivasiya mərhələsini düzgün qurmalıdır və dərsin sonrakı gedişatını təmin etməlidir. Təlim nəticələrinin elan olunması, sinif idarə edilməsi yox, dərsin effektiv şəkildə qurulmasıdır. Üçüncü sualda bizə deyir ki, valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu maraqlı bir sualdır. Bu hal sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və ya evə gec getməli olursunuz. İndi bizə deyir ki, situasiya əsasən müəllimin atacağı addım hansıdır? Yəni biz burada baxırıq ki, müəllim hansı addım atmalıdır? A-dadır ki, şagirdi digər valideynlərə tapşırmaq. Bu, əgər şagird bizim tabeliyimizdədirsə, bunu biz digər valideynlərə tapşıra bilmirik. B-dədir ki, şagirdi məktəbdən evə tək buraxmaq. Bu da qəti şəkildə bu müəllim məsuliyyət daşır həmin şagirdə görə. Olmaz. Vəziyyətə müdaxilə etmədən şagirdi məktəbdə qoyub, yəni bizim özümüzün getməyimiz bu da qəti şəkildə yol verilməz haldır. D-ni saxlayaq. Y-dədir şagirdi cəzalandırmaq, valideynə xəbərdarlıq etmək. Bu da artıq valideynin ümumiyyətlə məktəbdən kənarlaşmasını gətirib çıxaran bir yoldur. Amma deyir ki, şagirdin valideyni ilə əlaqə yaradıb, problemin səbəbini müəyyənləşdirib və bir yerdə həll etməyi demək. Yəni biz valideynlə görüşürük və yaxud da valideynlə telefonla əlaqə saxlayırıq və bu əlaqədə pozitiv şəkildə olmalıdır, müsbət ab-havada olmalıdır. Əlaqə yaradırıq, müəyyənləşdirməyə çalışırıq ki, problemimiz hardadır və bu problem üçün hansı addımlar ata biləcəyimizi, yol göstərəcəyimizi, valideynə qarşı empatiya nümayiş etdirəcəyimizi bildirməliyik. Cavabımız D variantıdır. 4-də bizə deyir ki, qrup tapşırığını yalnız bir şagird yerinə yetirir, digər şagirdlər isə passiv qalır. Müəllimin bu halın qarşısını almaq üçün hansı addım atmalıdır? A-da şagirdləri dərhal passiv şagirdləri kənarlaşdırmalıyıq. Burada artıq bərabər imkanlar, diferensial təlim, fasilitator müəllimin rolu gedir. Yəni qəti şəkildə bu yol verilməz haldır. Vəziyyətə müdaxilə etmədən kənardan izləmək, o da baxırıq ki, yanlışlıqdır. Yəni biz necəyik? Yəni göz görə görürük ki, digər şagirdlər işləmir ki, biz buna müdaxilə etməliyik. C-ni saxlayırıq.
Deyir ki, fəaliyyəti ləğv edib bir müddət fərdi iş vermək. Biz bilirik ki, təlim prosesində yalnız bir iş formasından istifadə edilməsi məqsədə uyğun deyil. Bir həftə ərzində, ümumiyyətlə tədris ili ərzində bütün iş formalarından istifadə olunmalıdır. Yerdə də deyir ki, tapşırığı yalnız fəal şagirdə həval etmək və mən sizə açar söz kimi öyrətmişəm ki, əgər kurikulumda qarşınıza yalnız ancaq sözləri çıxırsa, avtomatik həmin variant yanlış hesab olunur. Məsələn, yalnız tutaq ki, məsələn deyirəm, dəyərləndirmək. Mən hələsi yalnız tutaq ki, yəni ancaq bir məqamı vurğulayanda o məhdudlaşdırıcı ədat ki deyirik. Yəni o sözdən istifadə edilməsi bizim 199% hallarda variantımızı səhv edir. Və cavabımız C olacaq. Çünki deyir ki, burada C-də qrup daxilində vəzifə bölgüsü etmək və hər bir şagirdin fəal iştirakını təmin etmək lazımdır. Bəli, əgər şagirdlərin hər birinə vəzifə bölgüsü edilsə ki, məsələn, sən bu mətni hissələrə bölsən, tapşırığı icra etsən, təqdim et və burada artıq hər kəs öz vəzifəsini, iş bölgüsünü bildiyi üçün hamı prosesdə iştirak edəcək. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, Kitab-ı Dədə Qorqud dastanını oxuduqdan sonra şagird Kitab-ı Dədə Qorqud deməli dastanını oxuyur və müəllim onlara belə bir sual ünvanlayıb ki, dastanda adı keçən ərazilər Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Baxırıq ki, dastandan söhbət gedir burada. Kitab-ı Dədə Qorqud dastanı ədəbiyyatdır və Azərbaycanın indiki bölgələri, ərazi baxımından isə coğrafiya fənni ilə əlaqələndirmə var və avtomatik biz götürürük ki, bunu yalnız fənlər arası inteqrasiyamız var burada. Fənüstü real həyatla əlaqələndirmədir. Biz onu yəni ki, ümumi bilirik də, bölgələrə konkret qaydalarımıza burada əsaslanır. Ona görə fən üstümüz yoxdur və fən daxili isə burada da yenə də deyirəm ki, ədəbiyyatla coğrafiyanın əlaqələndirilməsi var. Ona görə yalnız fənlər arası inteqrasiyamız var. Və sonuncu, 6-cı və ən maraqlı suallardan biridir bu. 6-cı sualda biraz diqqətli olmağınızı istəyəcəm. Bizə deyir ki, valideyn müəllimə müraciət edərək bildirir ki, onun övladına sinif yoldaşları tərəfindən neqativ mesaj gəlir. Bu hal şagirdin psixologiyasına mənfi təsir edir və onda narahatlıq yaradır. Lakin mesajı göndərən şəxslər dəqiq müəyyən olunmayıb. Müəllim bullyingi müəyyən etmək üçün hansı addım atmalıdır? Biz bilirik ki, bullyingin müəyyən edilməsi yolları var və bullyingin qarşısının alınması yolları var. Bunu hər zaman müəllimlər bir-birinə qarışdırırlar. İndi baxırıq varianta deyir, şübhəli şəxsləri cəzalandırmaq. Biz heç bilmirik dəqiq kimdir. Bu bir nəfərə görə, 2 nəfərə görə 15 nəfəri cəzalandıra bilmirik. A-nı atırıq. Valideyn iclası, yəni valideynləri bu həmin məqamda hələ biz özümüz hələ müəyyən edə bilməmişiksə, valideynləri söhbətə qatmırıq. Yəni bu artıq müəllimin səriştəsizliyinin göstəricisidir. B-ni də atırıq. C-də deyir ki, şagirdlərdə mənəvi dəyərlər aşılamaq və aşılamaq üçün dərsdənkənar fəaliyyətlər təşkil etmək. Baxın, görürük ki, bu düz variantdır. Bunu saxlayaq. Şagirdlərdə emosional intellekti formalaşdırmaq olar. Baxırıq ki, bu da düz variantdır. 7-də deyir ki, şagirdlərə bullying mövzusunda esse yazdıraraq bu məsələyə münasibəti üzə çıxartmalıdır. Bu da düzdür. İndi müəllimlər deyir, ay müəllim, axı bunun üçü də düzdür. Biz burada hansı variantı götürək? Müəllimlər, diqqətli olacaqsınız. Şagirdlərə mənəvi dəyərlərin aşılanması, şagirdlərin sosial-emosional, yəni emosional intellektinin formalaşdırılması, bullyingin qarşısının alınması yollarıdır ki, biz hansı ki artıq bullyingi müəyyən etmişik və müəyyən etdikdən sonra onun qarşısını almaq üçün mənəvi dəyər aşılayırıq və yaxud da emosional intellekti şagirddə formalaşdırırıq ki, onun hisslərini idarə edilməsinə formalaşdırırıq ki, bu hal yaşanmasın. Amma müəyyən edilməsi yolları isə essedir, anonim sorğuların təşkil olunmasıdır. Məsələn, biz deyək ki, anonim sorğulanda şagirdin adı bilinmir, esse olanda şagirdin bu məsələyə münasibəti. Yəni, biz bunu yazdıraraq artıq şagirdlərin məsələyə münasibətini öyrənə bilərik. Yəni, üzə çıxarda bilərik ki, bu bully kimdir? Yəni, biz bu bullini tapmalıyıq. Sonra, yəni C-ni götürsək, sonra onda müəyyən mənəvi dəyər aşılamalıyıq və yaxud da bullyini müəyyən edib sonra onun emosional intellektini formalaşdırmalıyıq. Axı hələ müəyyən etməmişik. Və bu da Y variantındadır ki, şagirdə esse yazdırıb münasibəti önə çıxartmalıyıq. Belə müəllimlər, gördüyünüz kimi o qədər də bizim çətin suallarımız yoxdur. Yenə də bizi çətinə salan və yaxud da qarşığa salacaq bir məqam yoxdur. Sadəcə bu 6-cı sualda biraz diqqətli olsaydınız, həmin məqamı rahat şəkildə yaza bilərdiniz. Səhv edən müəllimlər, eyni zamanda indi testdə işləyən müəllimlər də yəqin ki, videonu dayandırıb üzərində işləyənlər səhvlik etmiş oldusa da əsas məqamın harda olduğunu öyrəndilər. Belə müəllimlər, bu günlük də bu qədər. İnşallah növbəti imtahanlar təşkil olunsun. Onların da yadda qalan vacib məqamlarını, suallarını sizlə bölüşəcəm. My qrupumuz hal-hazırda aktivdir, qeydiyyat davam edir. Dərslərimizə qoşulmaq istəyirsinizsə,
nömrəmə yaza bilərsiniz. 055 270 51 25 WhatsApp üzərindən qrup əlavə ediləcəksiniz.